Salam dostlar. Bugün sizə lülə kebab dadında bir reseptlə gəlmişəm. Xarici səhifələrdə qarşıma çıxmışdı, sınamaq qərarına gəldim. Deməli, qıymanın üzərinə süzgəcdən keçirdiyim soğan, duz və sarkökü əlavə edib qarışdırıram. Daha sonra göyərti və duru yağı da əlavə edib yaxşı şəkildə yoğururam. Göbələkləri artıq yumuşam, suyu süzülüb, qabıqlarını da təmizləmişəm. İçərisini bax bu şəkildə qaşıqla çıxardıram. Bişirəcəyim qabın içərisini, həmçinin göbələklərin içərisini duru yağla yağlayıram. Əgər sizdə belə bir qab yoxdursa, soba listinə də düzə bilərsiniz. Göbələkləri qabın içərisinə yerləşdirib, içərisinə bir qədər duz səpirəm. Hazırladığım qıymadan xırda küftələr düzəldirəm. Küftələrin içərisinə də hardasa fındıq boyda kərə yağı qoysanız daha dadlı alınacaq. Göbələklərinin hamısının içərisinə bu qayda ilə xırda küftələri yerləşdirirəm. Yerləşdirdikdən sonra göndəririk sobaya. Hardasa 100-110 qram da Holland pendirini sürtkəcdən keçirirəm. Götürməyə 5 dəqiqə qalmış pendiri küftələrin üzərindən əlavə edirəm. Pendir bir qədər əriyəndən sonra yeməyi sobadan götürürəm, servis edirəm. Baxın, içərisi də çox gözəl bişib. Həqiqətən dadını çox bəyəndim. Yəni ki, onun içərisinə qoyduğum kərə yağı da ətə, qıymaya xüsusi bir dad verib. Pendirin dadı desəm bir başqa. Çox gözəl bir yemək alındı. Bəyəndim. Yanında da qarnir kimi yumru düyü süzmüşdüm. Video xoşunuza gəldisə, bəyənib səhifəni izləməyi unutmayın.